Bəzi tarixlər var ki, təqvimdə adi gün kimi görünür. Amma bir çox ailə üçün həmin gün həm sevinç, həm də nisgil daşıyır. Bugün şəhid Rəşad Qəmbərlinin doğum günüdür. Əvvəllər ailəsinin bir araya toplandığı, təbriklərin səsləndiyi bu tarix indi onun əziz xatirəsinin anıldığı günə çevrilib. Doğum günü münasibətilə təşkil olunan ehsan məclisində şəhidin ruhuna dualar oxunur, onun vətən uğrunda göstərdiyi şücaət ehtiramla yad edilir. Şəhidlər bu dünyadan köçsələr də, onların adı doğulduqları hər tarixdə yenidən xatırlanır, yenidən yaşayır. Çünki vətən üçün verilən ömürlər zamanla unudulmur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əziz balamız Rəşadın bugün doğum günüdür, gözəl balamın, həm şagirdimin. Vətən uğrunda şəhid olan igid oğullarımızdan biri də Qəmbərli Rəşaddır. Çox sevimli balamızdır. Vətən borcunu layiqincə yerinə yetirib, ən gözəl məqamda dayanıb. Mən Rəşad kimi şagirdlərimizlə, Rəşad kimi bütün oğullarımızla fəxr edirəm. Çox sevinirik ki, bizim şagirdlərimizə verdiyimiz tərbiyə, təlim-tərbiyəmiz, təhsilimizdəki nəticələrimiz onlara, vətənə olan sevgini onlara biz düzgün çatdırmışıq. Buna görə də özüm fəxr edirəm öz şagirdimlə. Onun ruhu həmişə şad olsun. Biz həmişə onun ruhunu şad eləmək üçün məktəbdə də indiki gənc balaca şagird balalarımızla məzarların, şəhid balalarımızı ziyarət edirik. Onları unutturmamağa çalışırıq. Heç vaxt o uşaqlar bizim qəlbimizdən getməyəcək. Körpə balalarımızın yaddaşında silinməz iz kimi qalacaqlar. Analarının əlindən öpürük, atalarının qarşısında baş əyirik. Sağ olsunlar, tərbiyəli övlad, vətən sevgisi ilə böyüyən övlad yetişdirdikləri üçün biz fəxr edirik. Belə igid oğullarımızla, mübarizimizlə, Polad Həşimov kimi generalımızla, bütün Azərbaycanlı vətənin, torpağımızın hər qarşı üçün canından keçən oğullarımızın hamısıyla fəxr edirik. Var olsunlar, məqamları uca olsun, analarına Allah səbr versin, atalarına Allah səbr versin. Amin. Çox sağ olun. Mən fəxr edirəm, mənim huzur evladımla. Məclisinə, çiğnəsinə danışdı. Allah qəbul eləsin. Bu da mənim elə şəhid balamın. Elə demək olar ki, məktəbdə müəllimlər elə demək olar ki, mən birinci valideyn deyərəm. Sağ olun. O Rəşadın elə böyük anası, Azda müəllim. Mən tək qoymadı, gəldi. Heç vaxt sən tək qoymuyorsun, heç vaxt sən tək deyilsən. Mənim yanımda oldu, Allah razı olsun. Bütün analarımız, bütün müəllimlərimiz sizin yanınızda, bütün gənclərimiz sizin yanınızda. Siz bizim ən müqəddəs analarımızsınız. Biz unutmalıyıq heç vaxt. Həmişə də yanınızda. Əziyyətini çəkmişsiniz, haqqınızı Sevimli tələbəm, halaldır. Çox sağ olun, sevimli tələbəm olur. Həm də balamın zərrətdəki mövludu mübarək olsun. Mübarək olsun. Rəşad balam, mövludun mübarək olsun. Mən səni
Mevludun mübarək olsun. Allah biz də sizin bir oğlunuz. Rəşad yoxdur, sonra hiss etdirir, həqiqətini görürlər. Sağ olun, var olun. Allah rəhmət etsin, mekanı cənnət olsun. Mevludun mübarək olsun. Çox sağ olun. Bütün şəhidlərimiz şad olsun. Allah bütün şəhidlərimizə rəhmət etsin, mekanı cənnət olsun inşallah. Olsun, razı olsun. Çox sağ olun. Mən Qəmbərov Rəzami Gülşətov, şəhid Rəşad Qəmbərlinin atasıyım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onları İmam Hüseynindən ayrı salmasın. Allah'ın onları bizə şəfaatçı olsun. Mən bir şəhid valideyni kimi qürurlu da olsa, insanın bədənində bir dənə yara əmələ gələndə onun sağalması çox çəkir. Övlad itkisi də bir cüd ağırdır, ancaq şərəflidir. Ki, yəni mən bilirəm ki, övladım bu şərəfli yolda canın qurban verilib torpağa, bu vətənə, bu dinə, övladım özdə din xadimi olubdu. Quran təhsili almışdı. Allah Teala onu sevdi, öz yanına apardı. Allah yenə də deyirəm, bütün şəhidləri İmam Hüseynindən ayrı salmasın. Bunların şəhidliyi məktəbinin banisi İmam Hüseyni. Onların o yolu keçdilər. Bizim şəhidlərimiz Azərbaycanın hal-hazırda 44 günlük müharibədə 3000 şəhid verdik. 90-cı ildən bəri çoxlu şəhidlərimiz vardı. O cümlədən qisas əməliyyatı və antiterror əməliyyatında da həm şəhidlər verdi və qazilərimiz vardı. Allah o qazilərimizə də can sağlığı olsun. Onlar bizim diri şəhidlərimizdir. Odun yalonundan içindən çıxmış diri şəhidlərimizdir. Onlar da o şəhid ola bilərdilər. Allah Teala onlara da qaziliyi nəsib elədi. Yenə də deyirəm, qürurlu da olsa ağrılıdır. Övlad itkisi insan üçün ağrıdır, çox ağrıdır. Allah səbir versin. Yəni hər dəqiqə, hər saniyə bir valideyn üçün övladını itirmək ağırdır. Amma o biri tərəfdən də ki, fəxirlidir ki, yenə də deyirəm, şərəflidir, ölümdür. Bu şəhadət hər insana nəsib olur. Arzulamaqla da deyir ki, Allahın sevdiyi insanları, Allah Teala onlara öz yanlarına aparır. Allah sizlərə də can sağlığı versin ki, gəlib bizim kimi şəhid atalarının yanında olursunuz, bizləri təşkil olsun. O da özü də böyük olur. Allah bu şəhidləri də sizə şəfaətçi qərar versin Allah Teala. Nə bileyim, Qismətdə də aşırıya təsadüf elədi. bugünkü gündə ki, dediyim kimi, o İmam Hüseyin məktəbi ki vardı bizim, onun banisi İmam Hüseynin şəhadət günüdür. Mənim övladımın mövlud günüdür, amma o təsadüf elədi İmam Hüseynin şəhadət günündə. Mənim də övladım 3 gün susuz qalıbdı. 3 gün yarar halda orada çöllərdə susuz qalıbdı. Yəni İmam Hüseyin də susuz şəhadət alacaqdı. Övladları, yaxınları, qardaşı susuz şəhadətə getdi. Bizim də bu şəhidlərimizin çoxu susuz getdi şəhadətə. Ona görə də ki, çox insanlar deyir ki, nəyə qatılsınız? İmam Hüseyin ərəbdir. Bizim şəhidlərimiz var. Bəli, həmin məktəbdir. Ərəb də olsa, o ərəbdir. Bütün cahanın, Bəşəriyyətin şəhididir. Bəşəriyyətin haqq şəhididir. Haqq şəhididir. Bunu hal-hazırki vəziyyətdə xristiyanlar da təsdiq edir. Deyir, İmam Hüseyin olmasaydı, indi xalqla batıl ayırt olmazdı. İndi yenə də deyirəm ki, həmin o davamçılar da bizim balalarımızdır. Rəşadlardır, Fəridlərdir, Poladlardır. Ruhların Allah şərisi, bəli. Çox qəhrəmanlarımız var. Hamısı bir qəhrəmandır. Qazilərimizdir, yenə də deyirəm. Onlar da bizim üçün qəhrəmandır. Onlar da bizim əzizlərimizdir. Yəni, heç vaxt qazilərimizi də ayırmaq olmaz. Yəni, onlar da canlı şəhidlərimiz. İki müqəddəs vəzifə var da. Ya qazi olacaqsa, ya şəhid. Torpaq uğrunda, vətən uğrunda. O, heç bir torpağı, öz torpağımızın azad edilməsi uğrunda şəhadət alırlar. Bizə heç kimin torpağı lazım deyil. Heç bir ölkənin torpağı lazım deyil. Öz torpağımız, öz namusumuz, qeyrətimiz uğrunda şəhadətə uzaldılar. Allah köməyiniz olsun. Yenə də deyirəm, Allah şəhidlərin ruhun bizə şəfaətçi versin, qərar versin. Allah rəhmət eləsin əmi. Cənnətdəki doğum günü mübarək olsun. Allah sizlərə də Səbir versin inşallah. Allah razı olsun. Gələn ayaqlarınız var olsun.